Toyota'da o servis məsələsində ən çox çətinlik çəkdiyimiz nüanslardan da biri budur ki, Toyota'da sən deyə bilmirsən ki, bu detal sırf mütəmadi tez-tez xarab olan və dəyişəcəyin detaldır. Yəni sən onu seriyalı yatırım eləyəsən orada, tirajdan nəsə detal alasan. Toyota'da yoxdur, o miksdir. Çox uzun vədədə, çox fərqli formatlarda hansısa detallar. Birində o biri çıxar sıradan, birində bu biri çıxar, yəni bu formatda gedir. Mən böyük bir müəssisələrdən birinə tez-tez gedirəm, Azərbaycanın böyük bir istehsalat müəssisələrindən birinə və o müəssisənin nəzdində təxminən bir 400-ə yaxın avtomobil var. Bunun böyük bir hissəsi Toyota Pradolardır, böyük bir hissəsi də Santa Fe'lərdir. Yürüş olaraq deyirəm, 500.000 kilometr və 400.000, 500.000 kilometr və üzərində olan en sayda Prado var ki, hələ də heç bir əsaslı təmir görülmədən yolunu davam eləyir. Eyni yürüşdə olan Santa Fe'lərin əksəriyyətində mühərrik əsaslı təmir olunub. Əsaslı? Hə, əsaslı təmir olunub. Yenə də burada bir məsələ var da, 0 kilometr Santa Fe'ni neçəyə almışdım, 0 kilometr Prado'nu neçəyə almışdım və indiyə qədərki periodda hansına nə qədər pul xərcləmişəm. Bu, yenə də gəlir axırında baxırsan ki, aşağı-yuxarı eyni rəqəmlərə gəlib çıxırsan. Yenə də zövq, təyinat, nə qədər müddətə mən bu avtomobili istəyirəm, bu məsələyə gəlir. Yəni, bayaq Rəşad bəyin dediyi məsələlər. İnsan özü bilməlidir ki, mənə nə lazımdır, mən avtomobildən nə gözləyirəm, onu necə istismar eləyəcəm və s. məsələ.